Salam. Bugün hamımızın bir gün üzləşəcəyi bir mövzuya toxunacaq, ölüm. Yəqin sən də eşitmisən də Sakrat kimi filosoflar ölümü necə sakit qarşılayıb, onlar üçün bu ruhun bədəndən qurtulması idi sanki. Amma görəsən həqiqətən belədir. Ölüm sadəcə bir, necə deyim, köçmə hadisəsidir. Salam, çox maraqlı sualdır. Bax, bugün əlimizdəki mənbələr məhz bu yaymış fikrə biraz fərqli yanaşır. Şərq xristian düşüncəsində ölüm bir faciə kimi qəbul edilir. Yəni, heç də romantik bir şey deyil. Bugün səninlə birlikdə baxacağıq niyə faciədir. Niyə köçmə demək bəlkə də tam doğru deyil və əsas məsələ ümid hardadır bu baxışda. Həm də çox maraqlı bir məqam var. Bu ənənənin insan təbiəti haqqında dedikləri ilə müasir elmin bəzi tapıntıları necə üst-üstə düşür? Bəli, tam başlayaq o hamıya tanış fikirdən. Ruh ayrıdır, bədən ayrı. Ruh ölümsüz, bədən müvəqqəti. Ölüm də ruhun o müvəqqəti evdən çıxması. Bu platonik ideyadır da, elə deyilmi? Hətta bəzi dillərdə, məsələn, qonşu gürcü dilində qardatvaleba deyirlər, yəni köçüb getmə. Bu da elə bil bu fikri gücləndirir. Bəli, tamamilə. Bu ölümü sanki yumşaldır, ağrısını azaldır. Əbədi yuxu deyirik, daha yaxşı yerə getdi deyirik. Amma mənbələrimiz deyir ki, bu əsas məsələdən yayınmaqdır bir növ. Şərq xristianlığına görə ölümün əsl dəhşəti, faciəsi, varlığın əsası olan ünsiyyətin kəsilməsidir. Və burada ünsiyyət deyəndə təkcə danışmaq nəzərdə tutulmur, daha dərin, varoluşsal bir bağlılıq Tanrı ilə, digər insanlarla olan o həmrəylik, paylaşım. Bax, ölüm məhz bunu qırır. Bu həqiqətən fərqli yanaşmadır, çünki adətən fərdin öz ruhunun aqibəti düşünülür. Amma burada vurğu münasibətlərin, o əlaqənin qırılmasına qoyulur. Yaxşı, bəs bu şərq xristian baxışı insanın öz təbiəti və ölümün özü haqqında nə deyir konkret olaraq? Çox maraqlı bir məqam var. Bu ənənəyə görə ölüm əslində bütün yaradılmışlar üçün təbiidir. Yəni, insan da bir məxluq kimi, yaradılmış varlıq kimi əzəldən ölümlü yaradılıb. Deməli, ölümsüzlük bizə, anadan gəlmə verilmiş bir atribut deyil. Və bir də onu deyim ki, bu baxış elmə qarşı deyil, əsla. Əksinə, təbiəti müşahidə etmək Tanrını anlamağın bir yolu sayılır. Hətta deyilir ki, ilahiyyatçılar bioloji faktları, reallıqları mütləq nəzərə almalıdırlar. Əgər ölüm təbiidirsə, bunda insanı digər canlılardan fərqləndirən nədir? Mənbələrdə deyirsən, ilahi çağırışdan danışılır. Bu nə deməkdir yəni? Bax, mənbələrə görə insan təkcə, belə deyək, bioloji təkamülün nəticəsi deyil. Təbii ki, bioloji inkişaf var, amma insanı insan edən həm də ona ünvanlanmış xüsusi bir çağırış, bir potensialdır, azad iradə, şuur kimi. Hətta beyin ölçüsü, danışıq qabiliyyəti kimi fiziki xüsusiyyətlər də bu potensialı, bu azadlığı reallaşdırmaq üçün bir növ bioloji uyğunlaşma kimi görülür. Çox maraqlıdır ki, mənbələrdə də toxunulur buna. Homo sapiens beyni təxminən 150 min il əvvəl formalaşandan bəri elə də ciddi dəyişməyib. Sanki o azadlıq üçün lazım olan bioloji alət hazır olandan sonra daha ehtiyac qalmayıb köklü dəyişikliyə. Deməli, anladığım qədər ölüm təbiidir, amma ölümsüzlük anadan gəlmə deyil. Yaxşı, bəs onda əbədi həyat, ölümsüzlük necə mümkün olur? Əsas məsələ elə budur. Ölümsüzlük qazanılan bir şeydir, bir hədiyyədir. Və bu hədiyyə məhz o, bayaq dediyimiz ünsiyyət, Tanrı ilə və digər insanlarla sevgi dolu, qarşılıqlı əlaqə vasitəsilə əldə edilir. Mənbələr hətta Tanrının öz ölümsüzlüyünü də belə izah edir. Bu, onun varlığının kör-körana bir xassəsi deyil, ilahi şəxslərin, yəni üç yuqnumun bir-biri ilə əbədi sevgi ünsiyyətinin nəticəsidir. Ona görə də əsl həyat, əsl varoluş tək başına ruhun xilasında deyil. Məhz bu canlı, qarşılıqlı bağlılıqda, ünsiyyətdə tapılır. Aydındır. Onda başa düşdüm niyə ölümə faciə deyilir. Çünki bu həyati bağlılığı, bu əsas ünsiyyəti qırır. Eləmi? Yaşayır, mövcud olur. Ölüm isə bu ünsiyyəti kəsərək şəxsiyyətin özünü dağıdır, məhv edir. Bu sadəcə ruhun bədəndən çıxıb getməsi deyil, yox, bu varlığın parçalanmasıdır. Elə müqəddəs kitabda da ölümə boş yerə sonuncu düşmən deyilmir. Bu, sakit bir köç deyil, bu bir dağıntıdır, bir məğlubiyyətdir sanki. Amma etiraf edək də, yəni çoxları üçün ruhun bədəndən azad olub daha yaxşı bir dünyaya getməsi fikri təsəlli vericidir axı.
ölümü belə kəskin, faciə, hətta məhv adlandırmaq insanları biraz, necə deyim, ümidsizliyə salmaz ki? Çox yerində sualdır. Mənbələrə görə məqsəd petiyən ümidsizlik yaratmaq deyil, əksinə. Məqsəd həyatın özünün və insanlar arasındakı o dərin ünsiyyətin nə qədər qiymətli olduğunu vurğulamaqdır. Ölümün bir faciə olduğunu dərk etmək əslində onun üzərindəki qələbənin, Məsihin dirilməsi ilə gələn ümidin əhəmiyyətini daha da artırır. Yəni faciə son söz deyil, amma faciənin reallığını görmək həyatı daha mənalı yaşamağa və həqiqi əsaslı bir ümidə sarılmağa kömək edir. Deməli, əsas fərqi belə xülasə edə bilərik də. Bir tərəfdə fərdin ruhunun tək başına ölümsüzlüyü, ideyası var. Digər tərəfdə isə ölüm təqiidir, ölümsüzlük bir hədiyyədir və ünsiyyətlə qazanılır. Ölüm də məhz bu ünsiyyəti kəsən bir faciə, sonuncu düşməndir. Bəli, tam olaraq belə. Bu, şərq xristian esxatologiyasının, yəni axirət elminin əsasını təşkil edir. Bu, həyatın ölüm üzərində məhz ünsiyyətin və dirilmənin gücü ilə qalib gəldiyi bir baxışdır. Çox maraqlı və düşündürücü söhbət oldu. Təşəkkürlər. Həqiqətən də bu suallar insanı düşündürür. Bəs sən, əziz dinləyici, ölümü necə qavrayırsan? Əbədi həyatı fərdi qurtuluşda, yoxsa Tanrı və başqaları ilə dərin ünsiyyətdə, o qarşılıqlı bağlılıqda axtarırsan? Bu həqiqətən üzərində düşünməyə dəyər.